Xırçıltılı badımcan salatının alınmama ehtimalı yoxdur. İddia edirəm ki, alınmama ehtimalı yoxdur. Artıq istənilən qonaqlıq süfrələrinizdə bu gözəl salata hazırlayıb bəhbəhlinuş edə bilərsiniz. Saatlarla qalsa belə xırçıltısını itirməyəcək. Bir qabın içərisinə 1 stəkan qarğıdalı nişastası, 1 stəkan da un əlavə edib qarışdırın. 1 çay qaşığı da duz əlavə edin. Alınan qarışımı 2 hissəyə bölüb birini su ilə qarışdırıb bulamaç halına gətirin. İlk olaraq badımcanı bulamaca, daha sonra unlu qarışıma batırıb qızğın yağda qızardın. Ser pomidorun üzərinə cəfəri sapı əlavə elədim. Sweet chili, balzamik sos, zövqə görə biraz soya sosu, biraz da barbekü sos əlavə elədim. Qızardılmış badımcanları yığdım, üzərinə nar şərəf və ağ sudanla bəzədim. Və budur, artıq restoranlardakı kimi saatlarla sürədə qalıb xırçıltısını bitirməyən xırçıltı badımcan salatınız hazırdır. Bismillah. Bu üsulla xırçıltılı badımcan salatınız saatlar keçsə belə xırçıltısını qoruyub saxlayacaq. Ən sevdiyim salatlardan biridir.